Sağ olun şöyle vaxtınız xeyir. Demək ki, kitabında səhifə 37-də biz misal 3-ə baxırıq. Bir neçə üsulla cəmi tapdıq. Biz də bura qədər bir neçə üsul keçmişik. Alt-alta toplama, bölmə, mərtəbə qiymətlərini öyrənib. Bir də keçdik biz onluğa və yüzlüyə tamamlamanı. İndi yəni bu üsullarla misalın biri təhlil edirik. Məsələn, birinci 108 üstə 249. Baxın. 108 249-u bir neçə üsulla həll edirik. Birinci üsul demək 108 bərabərdir 100 üstə 100 üstə 200 mötərizədə üstə 40 üstə gəl 8 üstə 9. Yəni yüzüklər eyni. Onluq təkliyə qalır. Yoxsa 2 dənə onluq olsaydı bu tərəfdə bunda da 1 yerə toplayardıq. Mötərizəsində bir də təkliyi 1 toplayırıq. Bu olacaq 300, yəni 100 200 üstə gəl. 40-ımızı gətirib yazırıq üstə gəl. 8 ilə 9 toplayanda necə eləyir? 17. Bərabər 300 üstə 40 üstə 17. 300 üstə 40 340 üstə 17 50. 7 yəni 357. Bu birinci. Bu ikinci üsula baxaq indi. İkinci üsulumuz necə idi? Onluğa və yüzlüyə tamamlamaq. İndi belə olacaq. 108 üstə 249 bərabərdir. Buradan 8-i götürüb gətirib 9-un üzərinə qoyanda biz artıq bunu yüzlüyə tamamlayırıq. Yəni buradan çıx 8, bura üstə gəl 8. Burada olacaq 100, çünki 8-in çıxdı, üstə gəl. 249-un götürsə 8 gəlir, 257. 100-ün götürsə 257 eləyir, 357. Hər şey cavablarımız eynidir. Yəni eyni olmalıdır. Üçüncü üsulumuzda biz bunu keçmişik. Ən birinci bunu uşaqlara öyrətmişik. Bu üsulumuzda toplama 249, 8-dən 9 toplanır, eləyir 17, 7 yazaq, 1 ataq 10'a. 1 və 4'ü toplayırıq 5, 1 ilə 2'də toplanır 3. Bu da bizim 3 yolla misallarımızın həlli.